Həqiqət 20-30 illik uzaq məsafədə deyil. Həqiqət göydə ola bilməz, çünki mən quş deyiləm də göyə qalxım. Yerin altında da ola bilməz, çünki mən yerin altına girmə mənim potensialım da yoxdur. Həqiqət bizə təsəvvür elədiyimizdən də çox yaxındır. Bir dəfə bir mövzunu araşdırırdım. O mövzu ilə bağlı getdim İrlandiyaya, getdim Amerikada oldum, Vaşinqtonda bir çox muzeylərdə oldum, Avropanın bütün muzeylərini gəzdim. Ancaq sonunda baxıb gördüm ki, o axtardığım o dəlil əslində fake çıxdı, yəni yalançı çıxdı və baxıb gördüm ki, bu qədər uzun yolu da əslində getməyə heç gərək yox idi. Mən elə Azərbaycanda ola-ola o sualın cavabını bilirdim. Həqiqət məndən uzaq məsafələrdə və uzaq zamanlarda olsa, həqiqətə çata bilmədiyimə görə mən heç kəsi qınaya bilmərəm və həqiqət əlçatmaz deyil. Həqiqət bizə həddən artıq yaxındır və həqiqət gözümüzə taxdığımız eynəyə bənzəyir. O eynə ilə baxırıq, ancaq gözümüzdə eynəyin olduğunun fərqində deyilik. Bəzən də gözümüzdə olan eynəyi axtarırıq, kənardakı deyir ki, deyirsən burnunun üzərindədir. Əlimi vururam, deyirəm, o da orada nə qədər yaxındır. 20-30 il mən onun yerini yanlış anladığıma görə gəzirəm. Deməli, mənim istiqamətim düzgün olmuyor. Fundamental sualların cavabı üçün dünyanın o başına getməyə ehtiyac yoxdur. Reallıq və həqiqət mənə görə o qədər sadədir, o qədər aydındır ki, onu əldə eləmək üçün kosmosa qalxmağa ehtiyac yoxdur, Amerikaya getməyə gərək yoxdur. Hə, mən peşəkar həkim olmaq üçün oxuya bilərəm. Ancaq biz həqiqətdən danışırıqsa, bizlər bizi insan edən dəyərlərdən danışırıqsa, həyatın əsl reallığından danışırıqsa, o biz olduğumuz yerdədir.